Məndən həmişə soruşurlar ki, necə oldu ki, bu qədər utancaq olan Elton indi kamera qarşısında çox rahat danışa bilir. Əslində bunun çox sadə 3 yolu var. İndi hamısını səninlə paylaşacağam. Lakin 3-cü yol səni və bəzilərini əsəbləşdirə bilər. Ona görə indidən üzr istəyirəm. Deməli, birinci yol. Instagramda və ya YouTube'da video paylaşacaqsansa, həmin səhifəni bağla, yalnız özün gör və yaxud dostlarına və yaxın ətrafa bağla ki, yalnız səni tanımayan insanlar görsünlər. Bu da səni daha az stresə salacaq ki, mənim yaxınlarım, qohumlarım nə düşünəcək. Bu işə yarayan bir üsuldur. İkinci yol yavaş-yavaş başlamaqdır. Birdən-birə kamera qarşısına atılmaq deyil də, səsini yaza bilərsən və öz səsin arxada gedər və tam üzün düşmədiyi videoları paylaşa bilərsən. Bu da tamamilə video qarşısında danışmağa çox yaxşı keçid ola bilər. Və üçüncü yol. Bu yol mütləq ki, sənə kömək etməlidir. Çünki bu yolu təbii olaraq özüm kəşf eləmişəm və video çəkib paylaşmaq istəyirdim, amma həmişə uzadırdım, utanırdım çünki. Amma bəzi eybəcər insanların videoları çıxırdı qabağıma eyni zamanda. Düşünürdüm ki, mənim nəyim əksikdir ki, bu insanlar davamlı olaraq video çəkir və mənim qabağıma çıxır. Müəyyən izləyiciyə çatıblar. Amma mən burada bunu bəhanə edirəm və sən də eyni sualı verməlisən özünə ki, mənim nəyim əksikdir. Əslində dördüncü yol da var. Bu yolu da çox sevirəm çünki çox kömək eləyir özgüvəni artırmaq üçün. Onun üçün videonu mənə göndər, dördüncü yolu səndən paylaşım.